Mən həmişə deyirəm, mən kişilərə atval verirəm. Mən kişiləri incitmək, atval vermək, rədd eləmək xoşuma gəlir. Onlar mənim kişilər arzulayıb əldə edə bilməyəcəyi xanımam. Yəni onlar məni arzulaya bilərlər, amma mən buradan deyirəm, heç vaxt məni əldə eləyə bilməzlər. Bildim mən. Gündüz aydın olsan Azərbaycan xalqı, demək hamınız bilirsiniz, yəni söhbət takibimdəki və real həyatda məni tanıyan insanlaradır. Bilirsiniz ki, mən bu cür insanları nə tərifləmirəm, nə də ki, bu cür insanları bəyənmirəm da. Amma bu xoşuma gəldi. Bunun çıxışı deyir ki, mən kişilərə atval verirəm. Bir mənalı deyək ki, yəni bu kimlərə vurğulayır? Hansı ki, o klubda oxuyur, gedir orada müğənniliyə belə bir addım belə yaxın olmayan bir səsi ilə çıxıb klubda oxuyur və onun başına yığılırlar, çıxırlar ortalıqda oynayırlar, buna xoş gəlsin deyə. Və bu da o müəyyən bir geyimlərinlə, hansı ki, cəlb eləmək, özünə cəlb eləmək, bu açıq-saçıq geyimlərinlə həmən o kişiləri yığır başına və bugünkü gündə deyir ki, atval verirəm. Eşidirsiniz də, o indi burada məni görənlər, hansı ki, orada onun yanında olanlar var. Ən azından çıxacaqlar qarşısına. Cavabınızı verdi, indi deyir, gedin, düşmürsünüz ortalığa. Tələbələr var ki, fikirləşmir ki, anam marketdə işləyir, zulumdan qazanır, atam kənddə nə bilim nəyi satır, malqaranı satır, məni oxudur, əkindən, biçindən və gətirirlər pullarını tökürlər bu qıza. Heç adını da bilmirəm, and olsun Allah bunu. Kimsə efirlərə çıxardır, bunları populyar eləməsinlər, bu cür belə dırnaq içində olan müğənniləri və bugünkü gündə həmin o kişilər töküşüblər bu qızın, yəni giriblər bunun atmosferinə düşüblər və hər gündə aparlar pullarını tökürlər. Orada kişilər var ki, təbii ki, hamısına şamil eləmirəm, insan var ki, sadəcə istirahət edir. Orada kişilər var ki, arvadın pulu istəyir, ona atqaz edir, yoxdur deyir. Amma gətirib buna tökür pulları və buna xoş gəlsin deyə hər cür hərəkət edir. Və bu da qəşəng payınızı verir. Xoşum gəlir o, necə deyim, o ailəsinə pul qıymayan kişiləri bu cür sağırlar. Yaxında da bir dənə bir qoz qoyurlar, getdi. Allah yaxşı kişilərimizi qorusun, ailəsinə dəyər verən, atasına, anasına dəyər verən oğullarımızı qorusun. Valla heç bu kimsə, mən bu müğənni kimi də tanımıram. Çıxardılar efirlərə, bunu tanıdırlar Azərbaycana. Tək bunu demirəm, bunu kimi çoxlarını tanıdırlar. Hansı ki, nə bir efir mədəniyyəti yoxdur, nə bir Azərbaycan xalqına xas olan, Azərbaycan xanımına xas olan geyimləri yoxdur. Nə də ki, bir müğənni deyəcək bir səsi yoxdur da ki, yəni bunu biz müğənni kimi tanıyaq. Belələri çoxdur. Günah hamısı bizim mediamızdadır, hansı ki, bunları populyar edib. Bir də ki, o ağzının suyunu belələrini axıdan kişilərimizdədir. Allah yaxşılarımızı qorusun, Allah xalqımızı, dövlətimizi qorusun. Var olun Azərbaycan xalqı.